Bizdə, əziz qardaşlar, sübh azanı vaxtı var. Təqvimlərdə məsələn yazırlar ki, sübh azanı saat 00:00-dadır. Adətən məscidlər də həmin vaxt sübh azanını oxuyurlar. İstər sünni qardaşlarımızın azanı olsun, istərsə də bizim azanımız. Amma sual budur, azan oxunan kimi dərhal sübh namazını qılırıqmı? Xeyr, dərhal qılmırıq. Çünki azan vaxtı daxil olan kimi sübhün dəqiq daxil olduğuna tam əminlik olmaya bilər. Buna görə bir qədər gözləyirik. Bəzi təqvimlər 12 dəqiqə, bəziləri 14 dəqiqə, bəzi günlər isə 16-18 dəqiqə fərq qoyurlar. Bir neçə il əvvəl bu sahədə ixtisaslı bir nəfərdən soruşduq. Əgər bütün il boyu azandan sonra 20 dəqiqə gözləyib namaz qılsaq, kifayət edərmi? Dedi ki, bəli, kifayətdir. Beləliklə, 20 dəqiqə, təxminən 1/3 saat bizə arxayınlıq verir ki, namaz vaxtı həqiqətən daxil olub. Ola bilsin ki, namaz vaxtı bundan biraz əvvəl də daxil olmuş olsun, amma biz ehtiyat üçün 20 dəqiqə gözləyirik və sonra namaz qılırıq. İndi bəzi insanların etdiyi səhv nədir? Azandan namaz vaxtına qədər olan bu 20 dəqiqə ərzində, xüsusilə Ramazan ayında, yemək və içməyə davam edirlər. Niyə yeyib içirsən? Azan oxunan kimi artıq yemək və içməyi dayandırmalısan. Bu 20 dəqiqə namaz üçün ehtiyatdır ki, namazı vaxtın daxil olduğuna əmin olaraq qılaq. Amma oruc baxımından azanla birlikdə yemək və içməyi dayandırmaq lazımdır. Yəni, oruc üçün ehtiyat, azan başlayan kimi yemək və içməyi dayandır. Namaz üçün ehtiyat, 20 dəqiqə gözlə, sonra namaz qıl. Deməli, azan vaxtı imsak vaxtıdır, yəni yemək və içməkdən dayanma vaxtıdır. Bundan sonra insan yemək və içməyi dayandırır, sonra isə namaz üçün 20 dəqiqə gözləyir. Bəzi təqvimlərdə imsak vaxtı ayrıca yazılır. Ramazan ayında imsak vaxtı dedikdə məqsəd əslində azan vaxtıdır. Yəni, azan vaxtı ilə imsak vaxtı eynidir. Amma problem ondadır ki, bəzi təqvimlər azan vaxtından 10-15 dəqiqə əvvəl imsak yazırlar. Bu, ehtiyat məqsədi ilə edilir ki, insan daha tez yemək və içməyə dayandırsın. Əlbəttə, kim istəsə yarım saat, hətta 1 saat əvvəl də yeməyi dayandıra bilər, bu öz seçimidir. Amma bu vacib deyil. Beləliklə, əsas imsak vaxtı azan vaxtıdır. Ondan əvvəl yazılan imsak vacib deyil, sadəcə ehtiyat üçündür. Namazı isə ehtiyat üçün bir qədər gec qılmaq olar. Amma insan namaz vaxtı daxil olana qədər yemək və içməyə davam edərsə, bu ciddi problemdir.